Diqqətinizi həbsxanalara yönəltmək istəyəcəm. Dəyərli izləyicilər, orada daha bir inzibati vəhşilik faktı qeyd alınıb. Aclıq aksiyası keçirən Cahad Babakişizadənin vəziyyəti ağırlaşıb. Ciddi rejimli Umbakı həbsxanasına, yəni Krıtaya köçürülərək tam məhdudiyyətə məruz qalan Cahad Babakişizadə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı müəssisədəki digər məhbuslar veriblər. Müəyyən müddətdir ki, Cahad aclıq edir. Son 3 gündə vəziyyəti daha da pisləşib, artıq su da içə bilmir, içdiyi suyu qaytarır. O, kamera şəraitində baxımsız vəziyyətdədir və hər an ölümlə üzləşə bilər. Onunla bağlı hansısa addım atılmasa, bu onun həyatına son qoya bilər deyə adının açıqlanmasını istəməyən məhbus yoldaşı bildirib. Zəng edən şəxs Cahadın aclıq səbəbi barədə ətraflı məlumat verməsə də, çox ehtiyatla və qısa danışaraq telefon əlaqəsini kəsib, onun vəkil tələbini dilə gətirib. Xatırladım ki, avqustun 30-da Cahad Babakişizadə Umbakıya köçürülərək karantinə alınıb. Sentyabrın 14-də karantin müddəti bitdikdən sonra o, 3 nəfərlik kameraya yerləşdirilib. Sentyabrın 18-də sonuncu telefon əlaqəsi zamanı Cahad bildirib ki, ona burada 2 aylıq xüsusi rejim tətbiq edilib və bu səbəbdən nə görüşə çıxan, nə azuqə ala, nə də zəng edə biləcək. Beləliklə, Cahad Babakişizadə iyulun 2-də daxili qaydaları tez-tez bozma bəhanəsi ilə məhkəmə qarşısına çıxarılıb və 3 il müddətinə ciddi rejimli müəssisəyə köçürülməsi barədə qərar qəbul edilib. 2015-ci il sentyabrın 26-sında saxlanılan, o zaman 18 yaşını yenicə tamamlamış Cahad Babakişizadə Nardaran hadisələri zamanı güllə yarası almış 10 nəfərdən biridir. O, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasının ilk 3 ilini ciddi rejimli müəssisədə keçirib. Məhz həmin dövrdə də dəhşətli işgəncələrə məruz qalmışdı. Sonrakı illərdə Cahad müxtəlif müəssisələrə köçürülsə də vəziyyət dəyişməyib. Bəzən dini təbliğat adı altında karserə salınıb, bəzən isə müxtəlif etiraz aksiyalarına görə fiziki işgəncələrin ən ağır formalarına məruz qalıb. Onun bu barədə səsli etirafları da bir müddət öncə sosial mediada geniş yayılmışdı.